Hansıdadır, yoxsa göbəkçəsinin kəsilməsidir. Göbəkçəsinin kəsilməsi. Demək, bütün vərdişlərdə, bütün bacarıqda olduğu kimi birinci steril əlcəklər taxılır, geyinilir. Onu yaddan çıxarmırsınız. Ondan sonra göbəkçəsində pulsasiyasının olub-olmadığını təyin edirik. Kəsildikdən sonra pulsasiya, ondan sonra 10-15 cm aralıqda, göbək halqasından aralıqda 10-15 cm. Birinci koker sıxacı qoyulur. Ondan sonra 2 cm ondan aralıqda ikinci koker qoyulur. İkinci koker sıxacı qoyulur. Ondan sonra neynənilir? Bu aralıqda sıxacların arası steril spirtlə, 95%'lik spirtlə neynənilir? Təmizlənilir. Ondan sonra bu aralıqda kəsilir. Ortadan, iki sıxacın arası kəsilir. Ondan da sonra o beləyə qoyulduqdan sonra ragovin qoyulur düz halqanın üzərində 0,5 aralıqda, təxminən 0,5 aralıqda ragovin sıxacı qoyulur. Aydındır. Ardıcıllıq yaddan çıxarılmır. Pulsasiya yaddan çıxarılmır. Onu mütləq deməlisiniz. Əlcəklər yaddan çıxarılır. Birinci kofer qoyulur. Neçə santimetr ondan sonra ikinci kofer qoyulur. Onun arası nə olur? Spirtlə təmizlənilir. Onların hamısını harcılır. Pulsasiya olmasa kəsilir? Yox, pulsasiya kəsilməlidir ondan sonra. Boğurar.